Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru studiyamızda qonaqdır. Söhbət Elbrus İbrahimovdan gedir. Xoş görürük sizi. Salam, hər vaxtınız xeyir. Və bugün biz dostlar onlayn cinayətkarlığın qurbanına çevrilməmək. Bundan başqa kartlardır və s. bu günlərim Azərbaycanda ətrafımızda belə elə insan yoxdur ki, onun kartından pul çəkilməsin. Bu və digər onlayn alış-verişlər zamanı aldanmamaq və s. aldadanlar və aldadılanlar haqqında da danışacaq və aldanmamaq üçün nə etmək lazımdır. Digər belə deyim aspektlərə toxunacağıq və elə ilk sualı istəyirəm vermək Elbrus bəy. Son bir neçə gün sizdə statistika yəqin ki aparılır da. Necə aparılır? Nəyə əsaslanaraq siz bu statistikanı tərtib edirsiniz? Və son bir həftə ərzində, son bir neçə gün ərzində nə qədər kart elə gəlin elə kartlardan, çünki pensiyaçılar belə bugün kartlarına baxırlar ki, pul yoxdur. Nə qədər kart talanıb? Bəli, ilk növbədə təşəkkür edirəm ki, bu həssas mövzuya toxundunuz. Çünki müasir dövrdə kiber cinayətlərin də sayında və növündə fərqliliklər olur. Təəssüflər olsun ki, hər gün artır və istər jurnalistlər, istərsə də dövlət qurumları tərəfindən verilən hər bir məlumatlara, informasiyalara baxmayaraq vətəndaşlarımız bu dələduzluğun qurbanına çevrilirlər. Son 3 gündə elə statistikanı diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, aprel ayının 7-sində 66.997 manat bir gündə vətəndaşlarımıza maddi ziyan dəyib, yəni onların bank kartından talamalar baş verib. Hələ bu bir gün ərzində? Bəli, bir gün ərzində. Daha sonra aprelin 8-də 87.067 manat, aprelin 9-unda isə 39.504 manat və 595 dollar vətəndaşlarımızın bank kartından talanıb və biz bu məlumatlar, yəni polisə daxil olan zaman vətəndaşları dinləyirik və qeyd edirlər ki, xarici nömrədə mənə zəng gəldi, hətta görüntülü danışdıq. Elə dünən Salyandan olan bir vətəndaşımız bununla bağlı müraciət elədi ki, görüntülü mənə zəng elədi, dedi ki, axtarışda olan bir nəfər sənin telefonuna müdaxilə eləyib. Mən də bu xəbərin həyəcanı ilə, qorxusu ilə onun dediklərini elədim. Hətta mənə görüntülü zəng elədi, 40 dəqiqə biz danışdıq. Telefonun dilini dəyişməyimi istədi və onun istədiyi hər bir məlumatı, hər bir belə deyim, prosesi yerinə yetirdim və nəticədə gördüm ki, mənim bank kartımdan pul talanıb, oğurlanıb. Yəni bu tip belə deyim üsullarla vətəndaşlarımız kiber cinayətkarlıqla üzləşirlər, dələduzluqla və qeyd edim ki, kiber məkanda sxem fərqli olsa da məqsəd eynidir. Yəni vətəndaşlarımızın bank kartından pul vəsaitini oğurlamaq və qeyd edim ki, bununla bağlı mütəmadi olaraq Daxili İşlər Nazirliyi tərəfindən maarifləndirmə, təbliğat, təşviqat işləri həyata keçirilir. Müxtəlif sosial video çarxlar hazırlanır ki, vətəndaşlarımız bu tələlərə düşməsinlər. Elə bir daha sizin efiriniz vasitəsilə də jurnalistlərə də öz təşəkkürümüzü bildirmək istəyirik ki, bu işdə bizə yardımcı olurlar. Elbrus bəy, bir məsələ var. Məsələn, mən bank məlumatlarımı öz kimə vermirəm. Mənə bu tipli mesajlar gəlmir. Maraqlı məqam bundan ibarətdir ki, o dələduzlar seçir insanları. Yəni, məlumatı az olan adamları necə tapırlar? Məsələn, Salyandan dediniz, bölgələrimizdə daha çox bu problemlə üzləşirlər, pensiyaçılarla üzləşirlər. Gəlsinlər ATN və yaxud da ki, elminə zəng eləsinlər ki, gəl görüntülü danışaq. Məndən pul oğurlaması. Onlar hardan bilirlər ki, bu insanın məlumatı yoxdur və bundan pul apara biləcəm? Əslində qeyd edeyim ki, təəssüflər olsun ki, kiber dələduzluğa yalnız məlumatı olmayan insanlar deyil, ali təhsilli şəxslərimiz də aldanırlar. Jurnalistlərin özləri də təəssüflər olsun ki, bununla bağlı mütəmadi olaraq çəkilişlərdə olsalar belə, yəni bu mövzuları işləsələr belə təəssüflər olsun ki, kiber dələduzluqla üzləşirlər. Hətta bank işçiləri, müəllimlər, bəli, digər, yəni müxtəlif peşə sahibindən olan insanlar da bu dələduzluğun qurbanına çevrilirlər. Əsasən Telegram sosial şəbəkəsində müxtəlif səhifələr açıb, müxtəlif bankların adından səhifələr açıb şirinlikləndirici təkliflər edirlər. Yəni, burada əsas məsələ vətəndaşlarımızın, əsas məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. Qısa zamanda daha çox pul əldə etmək istəyi nəticə etibarilə onun ümumiyyətlə pulundan eləyir, yəni pul vəsaitinin oğurlanmasına gətirib çıxarır. Elbrus bəy, gəlin bax bu məsələyə toxunaq. Baxın, avtobuslarda, ictimai nəqliyyatda sıx olan yerdə vətəndaşın cibinə girən cibgirin üsulunu biz bilirik. Məqamla istifadə edir, bir neçə saniyədə cibdən götürür o pulu. Amma
bu elə bir mücərrət bir belə deyək şəbəkədir, belə bir məkandır ki, burada cibgiri görmək mümkün deyil, cibi görmək mümkün deyil. Amma o cibdən pullar çıxarılır. Hansı üsullardan başqa deməli istifadə edirlər? Vətəndaş bilsin ki, mənə bu günlərin belə bir üsuldan səhər Elbrus bəy Xəzər TV-də danışırdı. Bu günlərin mənə belə bir müraciət olundu. Nə ilə vətəndaşlar bilməlidir ki, bax mənə artıq dələduz zəng eləyir. Üsul və vasitələr deyim ki, çoxdur və günü-gündən daha da təkmilləşdirirlər və bu işlə məşğul olan şəxslər heç də savadsız insanlar deyillər. Kifayət qədər biliyə, savada malik olan şəxslərdir və bunu daha çox xarici ölkələrdən idarə eləyirlər bu prosesləri. Adətən phishing üsulu ilə göndərilən linklər olur ki, həmin linklərə daxil olan zaman orada müxtəlif şəxsi həm də bank kartı məlumatları tələb olunur. Sosial mühəndislik üsulu deyirik buna, social engineering, yəni burada manipulyasiya eləyərək vətəndaşları istədikləri məlumatı əldə eləyirlər. Yəni məsələ zəng eləyirlər ki, xaricdə bir qədər əvvəl sizin çəkdiyiniz misal kimi. Bəli, zəng eləyib onlara lazım olan informasiyanı vətəndaşdan aldıqdan sonra artıq süni intellekt vasitəsilə də səslər eyniləşdirilir. Artıq siz danışan zaman bilmirsiniz ki, bu mənim həqiqətən də yaxın tanışımdır, ailə üzvümdür. Bəs nömrədən bilinmir zəng eləyən nömrə? Onu qeyd edeyim ki, nömrə eyniləşdirilməsi də olur. Yəni birə-bir nömrə eyniləşdirilməsi də olur. Bunun üçün bir üsul var ki, məsələn sizə zəng oldu, ailə üzvünüz sizə zəng elədi ki, mənə təcili pul lazımdır. Həmin adboy verim, yığım. Elə də eləyə bilərsiniz. Digər isə dəqiqləşdirici suallar verə bilərsiniz. Artıq dəqiqləşdirici suallar verməklə, məsələn, doğum tarixinizi soruşa bilərsiniz, xalanızın nəvəsinin adını soruşa bilərsiniz. Yəni bu kimi müxtəlif üsullarla. Yəni kod sözlər olmalı. Bəli, verməlisiniz sualları. Bəli, sualları verməlisiniz. Artıq gördünüz ki, o suallara cavab tapmırsınız. Artıq həyəcan təbliğ çalmaqda fayda var və həmin vaxt telefonu asın və zəngi cavab verməyin və həmin şəxsin istədiyi şeyləri, yəni prosesləri yerinə yetirməyin. Mən bir məqamı xüsusilə diqqətə çatdırmaq istəyirəm. Bizi izləyən dələduzlar da var. Sözsüz ki, onlar indi baxırlar, deyirlər ki, biz bəlkə də kimisə indi kartından pul çəkir. Kibercinayətkarlıqla mübarizə baş idarəsinin son bir ildəki fəaliyyəti onu göstərdi ki, yəni mənim müşahidə etdiyim son bir ildir. Qaçış yolu yoxdur. Əvvəl-axır mütləq hardasa iz var və polis onları yaxalayacaq və bu da cinayət işidir. İstərdim Elbrus bəy, bu barədə də bir müraciət eləyək. İndi məlumatsız vətəndaşlar demirik bunlara. Bu insanlar kifayət qədər məlumatı var ki, uğurlaya bilir də. Yəni bunun sonu yoxdur. Bunun sonu yoxdur və bu iş dayanmalıdır. Bəli, qeyd edeyim ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti olaraq gündəlik olaraq biz artıq kiber talamalarla bağlı statistik rəqəmləri hər zaman bölüşürük jurnalistlərimizə, ictimaiyyətə və burada rəqəmlər müxtəlifdir. 5 manatından tutmuş, 10 min manat, 20 min manat, 30 min manat. Yəni vətəndaşlarımız illərlə, əziyyətlə qazandığı o pulları bir saniyə içərisində itirməmək üçün təbii ki, heç kəsə inanmamalıdır. Yəni tanımadıqları, güvənmədikləri şəxslərə öz bank kartı məlumatlarını verməməlidirlər və qeyd elədiyiniz kimi bununla bağlı tərəfimizdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Ölkədə bu fəaliyyətlə məşğul olan şəxslərlə bağlı onların müəyyən olaraq barələrində qanuna müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır və bu proseslər həyata keçirilir. Yəni daxil olmuş müraciətlərə hər birinə tərəfimizdən həssaslıqla yanaşılır. Təbii orada biz maddiyyat bölgüsü etmirik ki, neçə manatı, bəli, azdır, çoxdur. Yəni məbləğindən asılı olmayaraq hər bir vətəndaşımızın müraciəti diqqətdə saxlanılır və onları, vətəndaşlarımızın narahat edən problemlərin aradan qaldırılması üçün 7/24 xidməti fəaliyyətimizə davam etdiririk. Elə efiriniz vasitəsilə vətəndaşlarımıza da, elə şəhərdə yaşayandan, ən ucqar dağ kəndində yaşayan vətəndaşlarımıza səslənərək demək istəyirik ki, bank kartı məlumatlarınızı heç kimə verməyin, güvənmədiyiniz şəxslərə aldanmayın, sosial şəbəkələrdə şirinlikləndirici vədlərə aldanaraq qısa müddətdə daha çox gəlir əldə etmək üçün bu şirinlikləndirici təkliflərə qoşulmayın. Sosial şəbəkələrdə, xüsusilə də Telegramda və digər saytlarda onlayn alış-verişdən qaçın. Çünki görmədiyiniz, tanımadığınız bir şəxsə siz məlumat, pul verərsəz, sizin bank kartınızda olan
pullarınız, maddi vəsaitiniz ələ keçiriləcək və daha diqqətli olmaqda fayda var. Dediyim kimi bu istiqamətdə biz mütəmadi olaraq tədbirlərimizi davam etdiririk. Elbrus bəy, biz danışdıq bu dələduzların üsullarından və bu dələduzları tutmaq üçün də polisin də üsulları var. Maşallah bizim polisimiz sayılıb seçilən polislərdir və doğrudan da hər dəfə bizim daxili işlər orqanlarında əməkdaşların təkmilləşdirilməsi, kurslar və s. bütün bunları görməmək mümkün deyil. Sizin hansı üsullarınız var? Başa düşürəm, müəyyən bir sirlər var, amma ki, belə yenə də jurnalist olaraq bu sualı maraq götürüb də bizi. Təbii, belə deyim, həmin şəxslərin müəyyən olunaraq tapılması istiqamətində ən son müasir texnologiyadan istifadə olunur. Bununla yanaşı beynəlxalq təcrübələrdən də yararlanırıq, əməkdaşlıq eləyirik ki, həmin beynəlxalq təcrübələrdə vətəndaşlar bu kimi hallarla üzləşdikdə necə müəyyən olunur həmin şəxslər? Çünki bilirsiniz ki, hələ Azərbaycanda o qədər də geniş yayılmıyor və digər ölkələrə biz baxsaq, orada bəlkə də insan düşünə bilməz ki, bu necə ola bilər ki, yəni bank kartından talama baş verib. Onun üçün hələ ki, ölkədə də bununla bağlı ciddi tədbirlər görülür və bir daha hər kəsi bizim bu tədbirlərimizə qoşulmağı tövsiyə edirik, xahiş edirik ki, vətəndaşlarımıza da maddi ziyan dəyməsin və elə paylaşdığımız xəbərlərdə elə təşəkkürümüzü bildiririk ki, 10 minlərlə paylaşımlar gəlir. Yəni artıq vətəndaşlarımız da bu, belə deyim, aksiyaya qoşulurlar ki, hər hansı bir ziyan dəyməsin. Evdə yaşlı olan şəxslər varsa, yaxşı olardı ki, daha gənc nəslin nümayəndələri həmin şəxsləri maarifləndirsinlər, bildirsinlər ki, əgər sizə zəng gəlsə ki, mən qəzaya düşmüşəm, təcili pul lazımdır, qətiyyən inanmayın. Ən azından o informasiyanı dəqiqləşdirin, ondan sonra atın addımınızı. Təşəkkür edirik. Sağ olun. Elbrus İbrahimov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru studiyamızda qonaq idi. Bəli, dostlar, biz uşaqlıqdan da biz bunu eşitmişik və doğrudan da biz hər birimiz də şahidiyik ki, mənim polisim məni qoruyur. Vay o gündən ki, mən özümü qorumayım və qorumağı bacarmayım. Amma işdən keçəndən sonra biz yenə də əminik ki, polis yenə də bizi qoruyur və bəzən gələcək bizim səhvlərimizdən kiber cinayətkarların qurbanına çevrilməmək üçün də mütləq şəkildə bu belə deyək, qorumanı yüksək səviyyədə həyata keçirir. Amma siz özünüz də ayıq-sayıq olmalısınız. Çünki polisin bəzən elə ciddi işləri var, ölüm halları, kriminal durumlar və s. və biz özümüz narkotiklərlə mübarizə və s. bu günlərin polisin üzərində çox ağır cinayətlərin açılması istintaqı var ki, onunla yanaşı biz özümüz öz əlimizlə kartının nömrələri verir, sonra 5-3 manat düzdür, bizim üçün böyük pul ola bilər, amma ki, gedib o boyda işlər əsnasında hətta polisi də biz bəzən yüklüyürük. İlk növbədə ehtiyat hər bir vətəndaşın özünün yaraşığıdır və ehtiyatlı olmaq lazımdır. Odur ki, əziz tamaşaçılar, minnətdarıq sizə. Bir daha studiyamıza gəldiyiniz üçün ehtiyatlı olun və verilən tövsiyələri mütləq şəkildə əməl edin.